A bölü B plus B bölü A bərabər 7 olduqda kök altında A kvadrat bölsün B kvadrat plus B kvadrat bölsün A kvadrat plus 17 ifadəsinin qiymətini tapın deyir. Biz ilk öncə bu ifadəyə baxaq. Bu ifadədən A kvadrat plus B kvadrat bölünsün AB, bunu ortaq məzərsək bərabər olacaq 7-yə. Buradan A kvadrat plus B kvadrat bərabərdir 7 AB. Yəni bu ifadəyə baxanda isə bu ifadəni yazaq birinci. Deməli bu ifadəni A bölünsün B'nin kvadratı plus B bölünsün A'nın kvadratı plus 17 kimi yaza bilərik. Deməli bu ifadəni də daha da sadələşdirib A bölü B plus B bölü A'nın kvadratı çıxılsın 2 vurulsun A bölünsün B vurulsun B bölünsün A. Bu da bildiyimiz kimi muxtasar vurmaçısıdır. Plus 17. Deməli burada A'lar gedər. Olar bunda 49 çıxılsın 2 plus 17. Cavab da olar 64. Eğer izah bəyənilirsə, biz faydası olsa, Cəmal Olmaz kanalına abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.